Əməkdar artist Vahid Əliyev vəfat edib. Bugün TV Milli Az saytına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib. O, bugün axşam saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2011-ci ildə əməkdar artist fəxri adına 2017, 2018, 2019-cu illərdə Prezident mükafatına layiq görülüb. Allah rəhmət eləsin. Hüsniyyə Salmanova, Bugün TV.